Bugün mən doğum günümdü və bundan sonra Fenerbahçe'nin şagirdləri mənim üçün bir neçə həftə hazırlıqlar, aparatı sözləri oldu. Deməli, 4-cü sinif şagirdi. Evə gedərkən bir yəni bir dərsdə bir məlumat verildi. Evə gedərkən belə bir şokolad alıb, yəqin ki, öz təcrübə ilə hamı və qaçıq-qaçıq gedib evə tez qardaşına verir və qardaşına göndərir ki, mənimə deyəsən ki, mənimlə hədiyyə. Bu çox xoşuma gəldi. Mehmançıdır, çünki bu cür dərs qayğı, balaca yerlərlə necə yerləşir və ona təcrübədir. Bizə ən gözəl təbriklərim isə belə bir imkanlar hazırlanır. Bəzi hər səfər olsa da nəzərə alaq ki, təsir qalxırlar və çıxılmasına qalxırlar. Ona görə nəzərə alır və həm də ad gün olduğumuza görə səfərə gözləyir. Arzu edirik, çox qəşəng. Sonra ən maraqlısı, tabii maraqlarından biri, ən maraqlısı sevirdim. Amma deməli, burada belə bir çalasam, bir aç. Yenə də açdım. Sevmər deyini. Ən qəşəng müəllim sən ürəyim. Vay. Axırda da, sağollaşında da, vay. İçləri qarışdırıb. Hollywood bir şagirdindendir. Sonra maraqlı mektublardan da biri oldu. Sonra digər ünvanlarına ən qəşəng müəllimə. Hamısı da qəşəng dedi, qəşəng yazır. Müəllimə baxasınız, ən gözəl. Sonra belə bir həqiqətən ünvan müəllimi var. Hatta imzasını da çəkib. Nəzərə alaq ki, bunları tənəffüs zamanı çəkiblər və mənim arzuma görə mənə hədiyyə ediblər. Təbii ki, bu bir sənin təbriklər. Mənim gün sonunda ürəyim açdı, daha doğrusu nəzərdə məni motivasiya etdi və bir daha düşündüm ki, nə yaxşı ki, mən müəlliməm. Salam müəllimə, ad günün mübarək. Mən sizə çox pul arzulayıram. Yaxşı və чтобы siz çox gülür. Чтобы siz. Bəli. Başa mən sizə sevirəm. Sağ ol. Alqısındakı günlər verməsi, xoşbəxtlik arzulayıram, hər şey olması, sağlam arzulayıram. Чтобы счастливый были. Xoşbəxt olun. Çox sağ ol. Bravo. Selin. Tebrik ederim seni. Sen böyle bir olmuşsun. Sağ ol. Çox sağ ol. Azərbaycan dilində niyə deməsin? Acınız mübarək günlər mən sizə xoşbəxtlik arzulayıram. Çox mutluluğunuz olsun və heç vaxt sizin şagirdləriniz sizi yormasın. Bizim nə eləməsin? Şagirdlər sizi yormasın. Yormasın. O ən gözəl tərcih şagirdlər məni yormasın. Sağ ol. Günlər mən sizə açıq təbrik edirəm. Həmişə xoşbəxt olun, çoxlu pul alın işinizdən. İşiniz həmişə aman olsun. Həmişə də yaxşı rənglə keçəsiniz. Sağ ol. Ay, nə gözəl Mən acıq təbriklər. təbrik edirəm. Necə belə illərə, həmişə belə gözəl qalın, həmişə belə qəşəng müəllim olun. Demək gözəl, qəşəng müəllimə. Bəli. Döyürəm, vururam. Yox. Qışqırıram. Amma o da elə belə də. Yaxşı müəllimdir, əla dərs baş salır, yaxşı müəllimdir. Onu döyəndə də elə möhkəm döymür də, yəni ki. Bir dənə çıxma vurur, ya bir